Mən nərgiz güllərini çox sevirəm və bizim həyətimiz hər zaman gül çiçəyi olub da, mama çoxlu güllər əkirdi. Bir dəfə qışın soyuğunda, daha doğrusu qış deyim də mart aylarında gördüm ki, bir dənə həyətimizdə çiçək açıb, o da nərgiz gülüdür. Və onun adını da bilmirdim əslində, balacaydım. Mamaya soruşdum ki, mama bax gül açıb, sevinə-sevinə getdim. Mama da dedi ki, hə bu nərgiz gülüdür və baharın xəbərçisidir, xoş günlərin xəbərçisidir. Əgər nərgiz açırsa, deməli havalar isinir, yəni bilim həyat canlanır da belə deyək. Mən o anda düşünmüşdüm ki, o canlı həyatı görə bilməyən bir gül necə olur ki, onun sadəcə olaraq müjdəçisi olur da, yəni onu müjdələyir və gedir. O canlı həyatı, o təbiətin oyanışına qala bilmir, onu görə bilmir. Həmin an nərgiz gülü mənim üçün qəhrəman idi. Güllərin içərisində bir qəhrəman kimi seçmişdim və elə zaman gəldi ki, həyat məni elə yönləndirdi ki, mən bir roman yazmalı oldum, öz həyatımı yazmalı oldum və oradakı personaj da özüm olduğum üçün qışın içərisində mübarizə aparan bir gül.